Selam dostlar. Ben dostumuzun sözlerini eşittim. Bugün biz, yani Azərbaycana ait bir siyasi güc olarak ve hatta Azərbaycanın fərqli təşkilatları və ya başqa millətlər ya qeyri-fars millətlərə ait təşkilatlar, eyni halda mərkəzdə olan fərqli siyasi təmayüllər, siyasi təşkilatlar İranda olan siyasi vəziyyəti dəyərləndirirlər və oradan bir çıxış yolu meydana qoyurlar. Yəni bir dəyərləndirmə nəticəsində nə edək sorununa gəlirlər. Adını çəkdiyim vəziyyətin dəyərləndirməsindən bugün İranda, ələlxüsus bu 12 gün savaşdan sonra İran rejiminin bir çalxantılı vəziyyətdə olması göz önündədir. Amma xarici qüvvələrin İran rejimini çalxantıya salmasının əsas səbəbləri İranın iç şəraitindən qaynaqlanır. Yəni bu rejimin, İran İslam Cumhuriyyətinin hakimiyyətin davamı ilə İranın problemlərinə içəridə, məsələ siyasi problemlərinə və iqtisadi problemlərinə və başqa, məsələ çevrə, sosial, kültürel sorunlarına cavab və ya çözüm axtarma mümkün deyildir. Yəni qısaca desək, İran rejiminin varlığının davam etməsi mümkün deyildir kimi gözə çarpır və xüsusilə bu savaş nəticəsində xarici dövlətləri, o cümlədən İsrailin məhv olmasını bir hədəf kimi götürmə İranda dəyişikliklərə ciddi bir hız və sürət vermişdir. 12 gün savaş o sürət tapmanın bir sembolik üzüdür. Yəni İranın siyasi alanı bir ciddi değişimə, siyasi değişimə və ya rejim değişiminə gəbədir, hamilədir. Bu o çıxış nöqtəsidir ki, fərqli cərəyanlar sağda, solda, mərkəzdə və çevrədə ona odaqlanıb və gələcək üçün yeni stratejik yollar və ya çıxış yollarını çizməyə çalışırlar. Biz də, yəni Azərbaycanda Türklərin milli hərəkatı və özəlliklə Azərbaycanın siyasi təşkilatları bu değişime veya bu değişim gelişimine laqeyd qala bilməzlər. O açıdan baktığımızda bu değişim için fərqli çabalar ve çalışmalar devam etməklədir. Bu çabalar ve çalışmalar həm mərkəzdə, mərkəz qruplarının yanında, həm də çevrədə qeyri-fars millətlərinin yanında fərqli formada bu etilaflar ve ittihadlar vasitəsilə yürüdülmədədir. Ama çözüm ne ise ne olabilir, ne olması lazımdır. Məncə bugünkü siyasi tablo bize deyir ki, hangi siyasi stratejik xətt Azərbaycana və Türk xalqına verimli, olumlu və sonuclu olabilir və hangi girişimlər, təşəbbüslər olumsuz və mənfi sonuç verir. Amma bura keçmədən istəyirəm əziz dostumuzun təklif elədiyi, yəni dostları ilə bərabər bir anlaşmada bulunmaları və bizə təklif elədiyi siyasi və stratejik düşüncəni ələ alıb biraz araşdıralım. Dostumuz deyirlər ki, indiyə qədər fərqli çabalar siyasi etilafların meydana gəlməsi üçün qurulmuşdur. Amma hamısı həm mərkəzdə və həm çevrədə sonuçsuz qalmışdır. Yəni məsələ qeyri-fars millətlərin siyasi qurulları adın çəkməyə dəyəri olanlar 3 siyasi etilafda bir araya gəliblər və bunlar indiyə qədər bir uğur qazanmayıblar. Etilaf, ittihad və birlik quran fəaliyyətlər mərkəzdə də indiyə qədər heç bir sonuç verməyib, heç bir qazanc da indiyə qədər əldə etməyiblər. Bu halilə dostumuz bu nəticəyə yetişirlər ki, əgər qeyri-fars millətlər birliklərin, etilafların milli zülmü bu xalqlara ya sitem millini
aradan qaldırmaq üçün bir araya gəlmə tələbində bulunursaq, tamamı təşəkküllər onların siyasi stratejilərinə baxmayaraq bir araya gələ bilərlər. Və bu vasitə ilə, yəni yalnız milli sitəmi və zülmü aradan qaldıraq deyə həm Azərbaycanın siyasi təşəkkülləri bir araya gəlir, eyni halda qeyri-fars xalqlarının hamısının təşəkkülləri, çünki hamısı milli sitəmi qaldırmaqdan ötürü fəaliyyət edirlər. Milli sitəmə qarşı mücadiləni şüarımız qərar verirsək, qeyri-fars millətlərin siyasi qruplarının hamısı bir araya gəlir və hətta deyirlər ki, milli sitəmə mücadiləni şüarımız verirsək, tamam məsələlər həll olur deyə kimi danışırlar. Amma, yəni qeyri-fars millətlərə aid təşəkküllərin hamısı onların siyasi stratejilərinə baxmayaraq, federalizmə baxmayaraq, istiqlalçılığa baxmayaraq bir araya gəlib bir güc olarlar və bu güc mənzərindən mərkəz qruplarını daha çox sıxıntıya qoymaq mümkün olur. Bu fikrin içinə girmədən, yəni eşikdən, dışarıdan bu fikrə baxdığımızda tamamilə bir siyasi hərəkatın stratejisizliyin göstərir. Yəni toplumda icabi hədəfdən ötürü deyil, yəni hangi hədəfə mücadilə edirik? İcabi hədəfdən ötürü deyil, səlbi hədəfdən ötürü şüar seçirik. Yəni deyirik ki, istibdada qarşı olanlar bir araya gəlsinlər. İranda istibdada qarşı deyəndə ki, istibdada qarşı mücadilə eləyənlər bir araya gəlsinlər, kimlər bir araya gələcək? Tamam İranın müxalifəti bir araya gələcək. Hətta səltənətçilər də, mücahidlər onun yanında, sollar yanında, kommunistlər onun yanında, qeyri-fars millətlərə aid təşəkkürlər onun yanında, istiqlalçılar onun yanında, federalçılar onun yanında. Hər kəs yəni istibdada qarşı mücadilə edir də, elə deyil. Səlbi bir şüarın altına yığışmada geniş bir güc ortaya gəlir. Amma sual budur. Bu geniş bir gücü ki, səlbi şüar altında bir yerə yığışır, icabi şüarda eləyə bilər bir arada olsun. Bu örnəyi İran çapından gətirdim ki, məsələ düzgün başa düşülsün. İranda qeyri-fars millətlərin mücadiləsində də milli sitəmi qaldıraq deyə şüarı qoyursaq kimlər gəlir ortaya? Hər kəs gəlir. Hər kəs dediyimizdə də ümdə qruhlar, istiqlalçılar və federalçılardılar ki, güya bu şüarla səslərin çıxartmadan bir-birinin yanında duracaqlar. Yəni hətta deyə bilərəm ki, hani gizli-gizli bir türlü bir istiqlalçı zehniyyət birlik üçün çözüm bulub. İstiqlalı da deməsin radikal görünür. Federalizmin də adını çəkməsin ki, o istiqlalçı bölüm onun adının meydana gəlməsini istəmir. Bu iki surəti məsələni qoyduq qabağımıza, sonuc nə çıxır? Milli sitəmə qarşı bir araya gələk. Yəni bir səlbi şüar, icabi deyil. Halbuki siyasi güclər bir araya gəlmələrində səlbi şüardan ötürü bir araya gəlməzlər. İndi bu metodu, yəni səlbi şüar altında qeyri-fars millətləri bir araya yığalım. Yəni fərqli zehniyyət də dedim, istiqlalçı və federalçı bir araya gəlsinlər, hamısı da olsunlar. Əcəba indiyə qədər səlbi şüar haqqında bir yerdə etilafı siyasi düzəlmişmi? Hər kəsdən sorsan cavab negativ olacaqdır. Çünki bir siyasi hərəkət səlbi şüar hədəfi deyildir. İcabi şüar hədəfidir. İcabi şüarına, yəni hədəfinə çatmaq üçün o səlbi şüar qoyur meydana. Yəni məsələ İranda siyasi güclər deyirlər ki, biz İranda demokrasi qurmaq üçün bu istibdaddan keçməliyik. Amma hədəf demokrasini qurmaqdır. Qeyri-fars millətlərə də səlbi şüar ya səlbi aşama yalnız geçici bir aşamadır. Hədəf millətlərin haqlarına yetişmə və öz müqəddəratını təyin etmə məsələsini əldə etmək lazımdır. Öz müqəddəratını təyin etmə haqqı nədir? Burada bir parantez açım. Bəzi bizim milli qruplarımız
öz müqəddəratını təyin etməni hədəf kimi götürürlər. Halbuki öz müqəddəratını təyin etmə hədəf deyil ki. O, hədəfə varmaq üçün bir yazılı beynəlmiləli əsnadda bir hüquqdur. Öz müqəddəratını təyin etmə haqqı ya istiqlalından əldə olar, ya federalizmlə əldə olar. Necə ki bizim qruplarımızda İranın şəraitin analiz edəndən sonra bir kəsimi istiqlaliyyətə getməyə çalışırlar. Bir kəsimi də istiqlaliyyəti əlverişli görməyib federalizmin bərpasını gerçəkçi bir strateji bilirlər. Yine qaydaq dostumuzun təklif elədiyi düşüncəyə. Buracan çalışmamız bunu göstərdi ki, səlbi şüarla bir araya gəlmə mümkün değildir. Tüm bir siyasi hərəkətə icabi şüar lazımdır. Hədəfimiz nədir? Əgər hədəfimiz devlət qurmadıysa, hangi türlü devləti qurmağa imkanımız var və ya şərait ona imkan verir? Bu suallardan qaçmaq mümkün değildir. Qaçsam belə, şərait gəldiyində düzgün bir yolu seçməsən, başın möhkəmcə duvara dəyəcəkdir. Geri oturma məcburiyyətində qalacaqsan. Bədəl ödəyəcəksən, o da özündən bədəl ödəməyəcəksən, xalq ona bədəl ödəyəcək. Bir yanlış siyasetin sonucu budur. Yanlış siyasetin sonucu xalqın, vətənin bədəl ödəməsidir. Əgərsə yalnız yanlış yapanlar bədəl ödəsəydi indiyə qədər bir ölkədə, ona bir söz demək olardı. Tamam, yanlış yolu seçib bədəlini də ödəməlidir. Amma siyasətdə yanlış seçimin bədəlini xalq ödəyir, vətən ödəyir. O baxımdan bugünkü bizim hərəkatımızda yanlış siyasətləri ciddi tənqid altına almaq lazımdır ki, nə vətən və nə xalqımız gələcəkdə bədəl ödəmə məcburiyyətində qalmasınlar. İndi isə əgər belə bir sonuca vardıq ki, səlbi şüar altında bir araya gəlmə mümkün değildir, onda o birləşdirən və gerçəkçi, tikrarən deyirəm, birləşdirən və həqiqətən gerçəkçi icabi şüar və yol nədir deyə onu tapmalıyıq. Bugün burada təklif olan fikri ələ aldıq və onun fərqli və gerçəkçi argümanlarla göstərdik ki, bu təklif olan yol olamaz bir yoldur. Gerçəkləşə bilməyən bir yoldur. Elə buna görə də sözümüzü burada sona çatdırırıq. Gələcək danışıqda olumlu yol nədir deyə onu ələ alıb, bu mübahisənin davamında olumlu yolun bugünkü şəraitdə nə olmalıdır deyə göstərməyə çalışacağıq. Zaman qoyub məni dinlədiyiniz üçün çox-çox təşəkkür edirəm.